Lərdən danışdıq. Ümumiyyətlə, bundan sonra nələr gözlənir bu məsələni biz Milli Məclisin Komitə sədri ilə müzakirə etdik. Son illər turizm artıq təkcə istirahət yox, həyat tərzinin davamı kimi də qəbul olunur. Yəni, insanlar səyahət edərkən də öz inanclarına, dəyərlərinə uyğun bir xidmət axtarırlar. Bəli, bu ehtiyac fonunda Azərbaycanda halal turizm standartının qəbul edilməsi gündəmə gəlib. Bəs ümumiyyətlə, halal turizm nə deməkdir? Bu standartlar kimlər üçün nəzərdə tutulur və turizm sektorunda nəyi dəyişəcək? Aygün Şirinova araşdırıb gəlin baxaq. Dünyanın bir çox ölkələrində halal turizm geniş yayılıb. Əsasən Türkiyə, Qətər və İndoneziya kimi ölkələrdə halal turizm üçün xüsusi xidmətlər və standartlar tətbiq olunur. Lakin Azərbaycanda isə bu sahə hələ də tam formalaşmayıb. Halal turizm anlayışı mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün halal idarəetmə sisteminin tətbiqini nəzərdə tutur. Standartlaşdırma İnstitutu tərəfindən də Azərbaycanda halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb. 3 kateqoriya müəyyənləşdirilibdir. A kateqoriyası, B və C kateqoriyaları. A kateqoriyası yüksək səviyyəli halal turizm xidmətləri təmin edən yerləşmə vasitələridir. B kateqoriyası orta səviyyəli, C kateqoriyası ilkin, yəni başlanğıc səviyyədə halal turizm xidmətləri təklif edən yerləşmə vasitələridir. Eyni qaydada turizm şirkətlərinə və bələdçilərə istirahət, əyləncə, spa, sağlamlaşdırma kimi xidmətlər təklif edən digər müəssisələrdə ümumi tələblər müəyyən olunmuşdur. Ekspertlər bildirirlər ki, halal konsepsiya otellərdə ümumi xidmət keyfiyyətinə təsir eləyir. Bir oteldə əgər halal sertifikatı və yaxud da halal xidməti varsa, tam sertifikatlaşmış, oradakı bütün xidmətlərin göstərilməsi, oradakı imkanlara görə də müəyyən standartlara cavab vermiş olur. Həm qida zəncirində olan qidaların özünün halal olması, xidmətdə olan müəyyən məsələlər var ki, onlara diqqət olunması, eyni zamanda tutaq ki, söhbət oteldən gedirsə, dini inanclı insanlar üçün orada rahat ibadət etmələri üçün yerin olması, başqa şərtlərin və şəraitin olması nəzərdə tutulur. Turizm eksperti onu da vurğuladı ki, bu sahənin inkişafı həm turist sayının artmasına, həm də ölkəyə əlavə gəlirin daxil olmasına şərait yarada bilər. Belə bir standartın qəbul olunması da məhz həmin segmentdən olan turistlərin daha çox Azərbaycana gəlməsinə və yaxud da bu sertifikatlaşmanın olmasını biz düzgün şəkildə təqdim eləyə bilsək lazım olan bazarlara, həmin segmentə, oradan daha çox turistlərin ölkəyə gəlməsinə səbəb ola bilər. Və nəticə olaraq da təbii ki, bu da həmin müəssisələrin vergi daxil olmalarının gəlirlərini də artıracaqdır. Qeyd eləyək ki, halal turizmə aid yeni dövlət standartı layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir. Daha çox müsəlman ölkələrindən gələn turistlərin sayına hesablanmış bir standartda bu. Yəni, turizmi alternativ kimi qəbul etmək olar haradasa. Ümumiyyətlə, dünyada məlum məsələdir ki, bir çox ölkələr bu növ turizmdən çox gəlir əldə edirlər. Xüsusilə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya kimi ölkələr bu sahədən demək olar ki, milyardlarla pullar qazanırlar. Çünki yəni, əslində bu standart onu göstərir ki, bu ancaq müsəlmanlar üçün deyil, daha çox sakit istirahət növünü seçmək istəyən ailələr üçün, təhlükəsiz istirahət məkanları axtaran insanlar üçün də alternativ sayıla bilər. Bəli. Azərbaycan üçün də bu xüsusilə önəmlidir. Çünki Azərbaycan mənə elə gəlir ki, şərqlə qərbin ortasında yerləşdiyinə görə bizim üçün də daha sərfəli ola bilər. Yəni, bu standartın ümumiyyətlə qəbul olunması bizə əlavə dividendlər gətirə bilər. Yəni, iqtisadiyyata demək olar ki, böyük bir töhfə. Turizmin daha da canlanması deməkdir. Davam edirik, hörmətli tamaşaçılar. 2026-cı ilin əvvəlindən avtomobillərlə bağlı bir sıra gömrük güzəştlərinin ləğvi maşın bazarında suallar yaratdı.